Ailəsini vəhşicəsinə qətlə yetirən Əhməd bax bu mənzildə yaşayıb. Elə ailəsini də bu evdə öldürüb. Gəldik ki, bəlkə evdə kimisə tapaq, ancaq mənzildə heç kim yaşamır. Hər yerdə toz basıb, bu da onu deməyə əsas verir ki, qapı uzun müddətdə açılmır. Ancaq bizim aldığımız başqa bir məlumata əsasən Əhməd vəfat edib. Elə bura gəlmə səbəbimiz də o idi ki, bəlkə yaxınlarından əlavə məlumat əldə edək, ancaq təəssüflər olsun ki, mənzildə heç kim yaşamır. Mənzildə nə vaxtdan bəri yaşayış yoxdur? Elə həmin vaxtdan? Kimsə gəlib gedir ümumiyyətlə bura? Görməmisiniz? Yayılan iddia ilə bağlı ilk olaraq Əhmədin yaxın qohumları ilə əlaqə saxlamağa çalışdıq. Ancaq onlar bu barədə danışmaq istəmədilər. Əhmədin vəkili Sevdiyar Bayramov isə şifahi olaraq bildirdi ki, müdafiə elədiyi şəxs də uzun zamandır görüşməyib və onunla heç bir əlaqəsi yoxdur. Odur ki, üst tutduq Ədliyyə Nazirliyinə. Bildirildi ki, Əhməd xəstəxanada müalicə aldığı üçün onunla bağlı məlumatı Səhiyyə Nazirliyi verə bilər. Onlar da bildirdi ki, ölüm halları ilə bağlı sadəcə baş prokurorluq məlumat verir. Baş prokurorluqdan deyildi ki, yayılan iddia həqiqəti əks etdirmir. Əhməd Əhmədovun sağlamlıq vəziyyətini öyrənmək üçün onun müalicə aldığı xəstəxana ilə əlaqə saxladıq. Ancaq zəngimizə cavab verən olmadı. Əhmədin ölüm xəbəri rəsmən təkzib edilsə də, nə vəkil onunla görüşür, nə də yaxınları onun barəsində danışır. Belə vəziyyətdə isə ancaq Əhmədin sağalıb yenidən hakim qarşısına çıxmasını gözləməkdən başqa çıxış yolu qalmır.